Zob qalxanvari vəzin böyüməsi ilə əlaqədar olaraq yaranan bir xəstəlik növüdür. Burada insanlar həm onun xəstəliyin xarici görünüşündən böyüdükdə və eyni zamanda orada sağlamlıq problemləri ilə rastlaşırlar. Böyük Qafqazın cənub yamacında Şəki, Zaqatala, Balakənd, buradan İsmayıllı, Qəbələ zonasında endemik zonalar olduğu üçün burada daha çox yayılmışdır. Hormonun artıqlığı və əsirliyi ilə əlaqədar olan vəziyyətlər vardır. Hormonun artıqlığı ilə əlaqədar olaraq bu xəstəlik adlanır tireotoksikoz. Əgər insanlarda güclü arıqlama, məsələn xəstə yeyir, iştahası da yaxşıdır, qidalanır, amma xəstədə arıqlama hissi var, ürək döyünməsi var, səhrici aritmiya, emosionallıq, üzündə qızartılıq, istiyə dözümsüzlük, osteoporoz halları əmələ gələ bilər ki, bunlar bu xəstəliyin əlamətlərindən biridir. Hipotireoz hallarında isə xəstədə əksinə, xəstədə dırnaqların qırılması, saçın tökülməsi, xəstələr nə qədər az yeməyə çalışsalar belə, pəhriz saxlamağa çalışsalar belə, onlarda kökəlməyə meyillik, gözdə, göz ətrafında, bütün bədəndə şişkinlik əlamətləri baş alır. Zonamız, tutaq ki, bura endemik zonadır. Bizdə yodlaşdırılmış duzlardan istifadə olunmalıdır, dəniz məhsullarından istifadə olunmalıdır və mütəmadi olaraq müayinələrdən keçmək lazımdır. Vətəndaşlara tövsiyəmiz ondan ibarətdir ki, bu sadaladığımız şikayətlər onlarda olduqda, onlar həkim endokrinoloqa müraciət eləsinlər.